Bəs nə vaxt qılınc tamamilə azad olur? 4 hərfli sözdür Azərbaycan dilində. Bu sözün mənasını anlasaz, xoşbəxtlik və bədbəxtlikdən qurtulmuş olursunuz. Egonuzu əhəlləşdirmiş olursunuz. Artıq o məndən yaxşıdır, bu məndən pisdir. Bütün bu fikirlər qalır keçmişdə, klonlar dünyasında. Hansı sözdür bu? Bu sözü anlamaq üçün qayıdaq qılınca. Kəndin üzərinə bir əjdaha gəlir. Evləri yandırır, uşaqları yeyir, özü ilə fəlakət gətirir. Və adamlardan biri qılıncı götürür sandıqdan və qaçır əjdahanın üstünə. Fikir verin, qılınc bəlkə sandıqda qalsaydı ona bir şey olmazdı. Amma döyüşə atılmaqla sanki başına gələcək bütün fəlakətlərə öncədən razılıq verir. Yəni, bu döyüşdə ölsəm də, qalsam da, qırılsam da, əjdahanın alovu ilə əriyib yerə tökülsəm də mənim seçdiyim bu yol şəxsi xoşbəxtlik və bədbəxtlikdən yuxarıdadır. Əjdaha ilə döyüşə atılmaq bu qılıncın nəyidir? Qayəsidir. Qaya qarşısında ego balaca bir uşaq oyuncağıdır. Ego qırıla bilir, sına bilir, məhv ola bilir. Qaya isə özündən azad olmaq deməkdir. Qayə səni uduzmaq və udmaqdan azad edir.